Hər vaxtınız xeyir olsun əziz izləyicilər, əziz altıncılar. Sizinlə biz bugün keçirilmiş monitorinq imtahanının suallarına, izahlarına baxacağıq. İzahdan öncə sizdən bir xahişim var yoldaşlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Yəqin ki, mətnləri oxuyubsuz. Keçək birbaşa mətnlərin izahlarına. Deməli, deyir ki, mətndəki hadisələr kimin dilindən danışılır? Burada mətndəki hadisələr müəllifin dilindən danışılır. Birinci sualda cavab olur D variantı. 2-də ona görə arzu tutanda yaxşı fikirlər fikri yaşlı xanımı nəyə işarə edirdi? Var-dövləti narahat idi. Xeyr. Kəsanın verdikləri onun qırmasıya geri alına bilərdi. Bəli. Deyir ki, kəsa qırılsa verdikləri dala qayıdacaq. 2-də olur B variantı. 3-də mətnin məzmununa əsasən hansı qənaətə gəlmək olmaz? İstəklərimiz daxili dünyamızı göstərir. Bu doğrudur. Seçimlərimiz gələcəyimizə təsir edir. Bəli. Qərarlarımız başqalarına görə formalaşır. Yanlışdır. Cavab olur C variantı. Zəhmət çəkən mükafatını alır. Bəli, doğrudur. 4-cü sualda cümləni davam etdirin. Düyü kasası sındıqdan sonra Qosirin biliyi yox olmadı. Çünki o biliyi özü əldə eləmişdi. Cavab olur A variantı. O kasanı bərpa etdi. Yanlışdır. Kasanı onu sındırmamışdı. Bu da yanlışdır. O kasanın əsl sahibi idi. Bu da onun səbəbi deyil. Mətnə əsasən doğrudur. Övladlığa götürülən oğlanlardan birinə fərqli davrandı. Bəli, o 2 nəfəri göndərdi təhsil almağa, birini isə evdə saxladı, iş filana kömək eləməyə. Burada olur. Uşaqlar körpə olanda qadın özü onları uşaq evinə qoymuşdu. Yanlışdır. Qadın onları götürmüşdü əksinə uşaq evinə. Yanğının tənbəl qardaşlar səbəbi olur. Bu da yanlışdır. Qosir cəsarətlə qadını təzyibləndirdi. Bəli. Yanğın zamanı onu götürdü. Deməli 1, 4. Yanğın zamanı oğlanlar köməkləşib yaşlı qadını xilas etdilər. Xeyr, bir dənə Qosir onu xilas etdi. O birislər çıxmışdı evdən. Kasa ehtiyatsız ucbatdan sındı. Bəli, bu da doğrudur. Cavab oldu 1, 4, 6, yəni A variantı. 6-da mətn əsasən yanlışdır. İnsanlar haqqında ilkin təəssürat yanıldıcı ola bilər. Bəli. Məsələn, Qosirə görə onu deyə bilərik. Çətinlikdə və təhlükədə insanın gizli xüsusiyyətləri ortaya çıxır. Bu da doğrudur. Bəzən hadisələrin gedişi ədaləti bərpa edir. Bu da doğrudur. Uğur və şans yalnız güclərə yoldaşlığıdır. Yanlışdır. Cavab olur D variantı. Qosir sehirli kasasından maddi sərvət deyil, ona bilik və dünya görüşü qazandıracaq kitablar istəyir. Bu davranışı necə dəyərləndirərdiniz? Maddi varlığa daha çox önəm verir. Yanlışdır. Biliyin və öz inkişafın faydasını dərk edir. Cavab olur B variantı. Lan Du və Suazo təhsillərini yarımçıq qoyduqları üçün peşman olurlar və məktəbə qayıdırlar. Onlardakı bu dəyişikliyi necə izah oluna bilər? Deməli, səhvlərini həqiqətən başa düşürlər və dəyişmək istəyirlər. A variantı uyğun cavab ola bilər. Varlı olmaq üçün təhsilin yeganə şərtinin olanlarla yanlışdır. Səhv etdikdən sonra nəyinsə düzələcəyinə inanmırlar. Bu da yanlışdır. Sahib olduqları var-dövləti bu yolla axtarmağa çalışırlar. Xeyr. 9. Müdrik alim üçün o hələ sehirli idi. Fikri sizcə nəyi ifadə edir? Qırıqları yapışdırdıqdan sonra kasanın sehri qayıtmışdı. Xeyr. Kasa sayəsində övladlığa götürmüşdü. Xeyr. Kasa ona zəngin bir kitabxana bağışlamışdı. Xeyr. Kasa və onu verən qadın Qosirin həyatında böyük rol oynamışdı. D variantını götürmək olar. Onda oğlanlardan ikisi öz seçimlərindən nəticəsində təhsillərini vaxtında tamamlaya bilmədilər. Bəli. Qosirlə münasibətdə korlandı. Xeyr. Anaları onlara etibar etdi. Xeyr. Həyatlarının böyük bir hissəsini mənasız yaşadılar. Bəli. Sehirli kasadan tam faydalana bilmədilər. Bəli. Cavab olur A variantı. 1, 4, 5. Moda və təbiət mətnin yəqin ki oxumusunuz. Oxumayanlar da videonu saxlayıb oxuya bilərlər. Keçək növbətiyə. Mətndə hansı suala cavab yoxdur? Monqolistanda ümumiyyətlə yun istehsalında ekologiyaya mənfi təsiri nələrdir? Var. Baxın bu hissədə deməli Monqolistan hissəsində deyir ki, keçi, o Kəşmir keçisinin təbiətə vurduğu ziyan nəticəsində təxminən 70% otlaq sahəsinin yararsız hala düşüb. Göllərin və çayların quruyub. Yəni nəticələrin bildiyi nə oldu? Geyim sənayesi ölkəmizdə necə inkişaf etmişdir? Ölkəmizdə ümumiyyətlə danışmır burada. Cavab olur B variantı. Aral dənizinin qurmasının səbəbi nə idi? Pambıq istehsal olunurdu. Ona görə pambıqçılıq. Süni materialdan hazırlanan geyimlər hansı ekoloji problemi yaradır? Belə deyək də, təbiətə zərər vurur. Gölləri, çayları çirkləndirir. Mətn əsasən moda sənayesinin ekoloji təsirlə bağlı hansı fakt doğrudur? Hər il geyimlərin 80% təkrar emal edilir, təkrar edilmir, əksinə atılır. A getdi.
Geyim sənayesinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunur. Xeyr, sonra da o atılandan sonra da 200 ildir çəkir onun məhv olması. Moda sənayesi təbiətə ən az mənfi təsir edən sahədir. Yanlışdır. Moda sənayesinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bəli, cavab olur D variantı. 13-də Aral dənizinin 40 il ərzində 90% qurumasının səbəbi nə olmuşdur? Baxın, bu hissədə var Aral dənizi. Bax, deyir ki, Qazaxıstanda pambıqçılıq inkişafı Aral dənizinin 40 il ərzində 90% qurumasına və dəniz canlılarının məhv olmasına səbəb olub. Deməli, nə idi səbəb? Pambıqçılığın inkişafı, yəni A variantı. Müasir dövrdə cins geyimlərin istehsalını istifadə olunan ingo boyasının əsas problemi nə idi? O çayları, gölləri çirkləndirirdi. Cavab olur C variantı. Moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yollarını təşkil edə bilərik? Cins geyimlərin geyinilməsinin istiqamətində təbliğat aparmaq olar. İnsanların az geyim alması üçün qiymətlə qaldırmaq xeyr. Geyimlər torpaqda parçalana təbii materialdan hazırlanmalıdır xeyr. Dünyada dəb daha tez-tez yanlışdır. Kimyəvi boyalar əvəzinə bitki mənşəli boyalardan istifadə olmalıdır. Bu da doğrudur. Cavab olur D variantı. Mətnə əsasən hansı səbəb nəticə əlaqəsi pozulmuşdur? Cins geyimlər tələbatı artır, digər parça növləri sıxışdırılır. Elə yanlış olan budur. Nəticəsində bu olmur. Kəşmir yun daha çox istehsal olunur. Otlaq sahələrə yararsala düşür. Bəli. Geyimlər süni boya ilə rənglənir, su üzərə kimyəvi maddə çirklənir. Bəli. Sintetik geyim tullantıları çoxaldır, torpağın çirklənməsinə səbəb olur. Bu da doğrudur. Mətn yazmaqda müəllifin əsas məqsədi nə idi? Geyim sənayesinin inkişaf etdirilməsi məqsədilə bir sıra üsullar təşkil etmək. Xeyr. İnsanları dünyadakı moda yeniliklərini izləməyə, dəba ayaqlaşmağa çağırmaq. Xeyr. Tez-tez yenilənən dəbin təbiətə vurduğu ziyanı diqqətə yönəltmək. Bəli, cavab olur elə C variantı. Mətndə geyim sənayesinin ekoloji problemi ilə bağlı əsas fikir hansıdır? İnsanlar cins geyimlərdən daha çox istifadə etməlidirlər. Xeyr. Dəb naminə geyimlər almaq ekoloji problemi daha da dərinləşdirir. Bəli, cavab olur B variantı. 19. Cümlə mətnin hansı abzasının sonuna əlavə edilə bilər? Həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibilliyə atmaq əvəzinə onu yeni həyat vermək, təmir etmək mümkündür. Deməli, bunu axırıncı abzasa artırmağımız daha məqsədə uyğundur. Deyir, dəb naminə təbiətə bu qədər ziyan vurmağa dəyərmi? Tez-tez yenilənən dəbin təsirinə düşüb ehtiyac olmadığı halda paltar almamalıyıq. Sadə, klassik tərzdə olan geyimlərə üstünlük verməliyik. Çünki sadə kəsimlərə, neytral rənglərə, keyfiyyətli parçaya əsaslanan geyimlər heç vaxt dəbdən düşmür və onları uzun müddət geyinmək olur. Həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibilliyə atmaq əvəzinə onu yeni həyat verməyə, təmir etməyə mümkündür. Cavab olur A variantı. 20-də hansı başlıq və yarımbaşlıq mətnin məzmunu ilə bağlı deyil? Tekstil tullantılarının artması və ekoloji fəsadlar uyğundur. Pambıqçılığın su ehtiyatlarına mənfi təsiri uyğundur. Geyim sənayesinin ekoloji təsirlərini azaltmağın yolları doğrudur. Təbiəti mühafizə ilə bağlı aksiyaların keçirilməsi bu yanlışdır. Qeyri-aktiv həyat tərzi mətni oxuyubsa heç oxumayanlar da saxlayıb oxuya bilər. Qeyri-aktivliyin bu da digər hissəsi. 21-də deyir ki, mətndə bu barədə məlumat yoxdur. Fiziki aktivliklə bağlı aparılan araşdırmalar var. Fiziki aktivliyin azalmasının səbəbləri də var idi. Texnologiyanın inkişafı. Fiziki aktivliyin artırılması üçün həll yolları, belə bir həll yolu yox idi. Pozitiv həyat tərzinin sağlamlığa mənfi təsirləri də var. Ürək-damar xəstəlikləri, onurğaları və s. Mətnə əsasən inkişaf etmiş ölkələrdə aktiv həyat tərzinin azalmasının səbəbi nə idi? Orada texnologiya inkişafı və hərəkətə ehtiyacının azalması idi. Cavab olur B variantı. Şəkildə və mətndə verilmiş məlumatlara istinad edərək düzgün fikirlər seçin. Çin əhalisinin əksəriyyəti fiziki cəhətdən qeyri-aktiv həyat tərzi keçirir. Bu yanlışdır. Çünki baxın, Çin əhalisinin əksəriyyəti yox, 14% qeyri-aktiv həyat tərzi keçirir. Əksəriyyəti aktivdir. ABŞ-da əhalinin həyat tərzi aktivlik baxımından Rusiyadan daha yaxşı vəziyyətdədir. Yanlışdır. Burada 40%-dir qeyri-aktiv. Ruslarda isə 17%-dir. Yəni qeyri-aktivlik daha çoxdur ABŞ-da. Şəkildə dünyanın bütün ölkələri üzrə qeyri-aktiv əhalinin faizi göstərici təqdim olunub. Bu da yanlışdır. Bütün ölkələr yoxdur. Braziliyanın qeyri-aktivlik göstəricisi yüksək olan ölkələrdəndir. Bəli. Braziliyaya baxırıq. Baxın, burada 47%-dir qeyri-aktivlik. Yəni çoxdur. Mətnin sonunda texnologiyanın inkişafı fiziki fəallığı minimuma endirir fikrin
nə nəzərdə tutulur? İnsanlar texnologiyadan düzgün istifadə etməyi bacarmırlar. Xeyr. Texnologiya insanlara daha çox işləməyə məcbur edir. Xeyr. Daha az işləyir insanlar o zaman. Texnologiyanın yaratdığı rahatlıq insanın az hərəkət etməsinə səbəb olur. Bəli, cavab olur C variantı. Şəkil və mətndə verilmiş məlumatdan çıxış edərək küveytdə aid doğru fikirləri müəyyən edin. Deməli yoldaşlar, Küveyt 67% qeyri-aktiv əhalisi olan ölkədir. Bax, burada da ən qeyri-aktiv ölkədir. Deyir ki, əhalisi daha çox kənd təsərrüfatı ilə məşğuldur. Küveytin xeyr, azdır. Yüksək gəlirli ölkədir, bəli. 2. Texnologiyadan az istifadə olunur, bəli. Yox, texnologiyadan çox istifadə olunur. 3 yanlışdır. Deməli 2. Əhalisi daha çox ofislərində çalışır, bəli. 2, 4 cavab olur A variantı. Bu qədər. Hər birinizə uğurlar. Sağ olun.